Bugün sizə Vigdis Yortun Miras kitabından danışacağım. Kitabın janrı dramdır və kitab mənim bu il oxuduğum ən çox xoşladığım kitablardan biri olub. Adından və ilk səhifələrindən bizə elə gəlir ki, miras davası təkcə Azərbaycanda deyil, həm də Norveçdə var. Amma oxuduqca biz anlayırıq ki, əslində kitabın mövzusu 55 yaşlı qəhrəmanımızın içində olan cinsi istismara məruz qalan, ailəsi tərəfindən həmişə örtbasdırılan bir uşağın səsidir. Qəhrəmanımız bizə ailəsinin eşitmək istəmədiyi, həmişə susturulan səsini eşitdirmək istəyir. Və buradan da bizə məlum olur ki, bəzən nəsillərdən bizə qalan miras təkcə ev, pul yox, bastırılmış travmalar, susturulmuş insanlar və haqsızlıqlar olur. Əvvəlcə demək istəyirdim ki, kitab bu dövrün ən çox oxunmalı olan kitablarından biridir, amma sonra fikirləşdim ki, yox, bu kitab bütün dövrlərin ən çox oxunmalı olan kitablarından biridir. Xüsusilə də öz uşağının səsini eşitmək istəyən, başqalarının fikirlərindən daha çox öz uşağının fikrinə qiymət verən və ona inanmaq istəyən valideynlər tərəfindən. Sonda isə kitabda xoşladığım sözlərdən birini demək istəyirəm. Heç kim eşitmək istəmirdi. Çünki heç kim bilmək istəmirdi. Bəs sizin ən böyük travmanız nədir?